tamaşaçılarımız, əziz izləyicilərimiz, bu günləri Ağcabədi rayonu Küçülər kəndində qəhrəman şəhidimiz, 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi, belə deyək də, polis işləyən, öz sənətindən imtina edib döyüşlərə qatılan Məmmədov Cəmaləddin Türbəndə oğlunun cənnətdə olan doğum günüdür. 1988-ci ildə bu kənddə anadan olan şəhidimizin yaşasaydı bugün 37 yaşı tamam olurdu. Allah səbir versin və Şəhidlər Xiyabanında, Ağcabədi rayon Şəhidlər Xiyabanında dəfn olunubdu. İndi hal-hazırda ailə üzvləri və bütün indi şəhid ailələri orada Şəhidlər Xiyabanında ziyarətdə olacaqlar. Və biz ilk öncə burada dedik ki, 2 dəqiqəlik çəkiliş eləyək. Allah səbrin versin. Sağ ol, çox sağ ol. Mən də sizdən çox razıyam, hər ikinizdən. Ona görə ki, siz aynen bəri bu şəhid ailələrlə bir yerdə olmuşsunuz, bir yerdə hərəkət eləmişsiniz. Allah sizlərə dəyməsin. Sizin evlatlarında mən çox istərdim, toylarında iştirak edeyim. İnşallah. Allah canınızı sağ eləsin, qardaş. Nə bilim, həyatda siz necə eləməyəsiniz. Həyat elədir ki, rəngərəng tip saat. O hansı yaxşı rəhlidir, onunla gedərsiniz. Sağ ol ama Allah sizə səbrinizi versin. Allah o cüt balanı sizə göz dolusu versin. Və onu da deyim ki, artıq şəhidimizin adını daşıyan bir bala da var. Allah onun da toyun görməyi sizə qismət eləsin. Şəhidimizin balalarının da toyun görməyi qismət eləsin. Çox sağ ol. Allah, mən də sizlərə elə xoş günlər. İndən belə o gözünüzdə o sevinç yaşları olsun. O kədər yaşı ki, indiyənə kimi var idi, onlar sevinç yaşlarından əvəzlənsin. Allah sizə var eləsin. Mehman qardaşım, sənə də təşəkkür edirik. Hər zaman 2016-cı ildən değerli qardaşımız bu tədbirlərdə hər bir zaman bizim yanımızda olub. Allah ondan razı olsun. Bəli, bəli. Sağ olsun. Bəli, sağ olasın. Mən sağ olun, Xalqın adına, milletin, Ali Başkomandanın adına sizden biz daha atamızın da elinden öpək ki, millət sizə bu cür hörmət etsin. Və bunu bütün dünya Azərbaycanlar görsün ki, biz Azərbaycan xalqı olaraq Azərbaycan dövlətinin əskəriyik, Ali Başkomandanın əskəriyik, onun verdiyi bu dövlətə xidmətlərini də bilirik. 37 min şəhidimiz bir-birindən ayıran bizlərdən deyil. Kimdir? O bizim qanımıza yerikləyənlərdir. Qazi, o 75 min qazini bir-birindən ayıran, onlara dəyər verməyən bizlərdən deyil. 200 min veteranımız var. O veteranı bu iş qardaşdan ayıran bizlərdən deyil. Nəyi? Biz cümlə Azərbaycan xalqı namusumuzla, qeyrətimizlə, şərəfimizlə dünyaya sübut etmişik ki, bax bizim Nuruzlu qardaşlarımız İndi Mevlud günündə qardaşımızın atası ilə, anası ilə bərabər buradayıq. Onu inşallah Allah'ın izniyle bütün dünya Azərbaycanlara tanıdacağıq. Bütün Türk dünyasına, Turan dövlətlərinə tanıdacağıq öz qardaşlarımızı. Bu yolda ölməyə mən hazıram. Canımı bu yolda qoymağa hər an, hər saniyə hazıram. Canım sizə qurban olsun, analar. Mən şəhid anasına, şəhidin bacısına, şəhidin həyat yoldaşına, şəhidin qızına onların yolda ölməyə hazıram. Heç bir kişinin də yolda ölmək istəmirəm, ölmərəm də. Amma qolumu verməyə hazıram. Yalanlar nə danışım, boş-boş. Kişinin qarşısında ölməz. Amma analar üçün, bunlar üçün canım hər saniyən qurban olsun, hər saniyə. Onların əmrində, onlara qarşı hörmətlik edən, onlara qarşı küfür edənlər. Harda hansı özünüzü nədən danışıram, Amerikada, Almaniyada oturub namusumuza ləkə yaxan şərəfsizlər, üzr istəyirəm analardan, atalardan, məni dinləyicilərim. 100 milyonlarla insan məni dinləyə bilər, amma haqqı, ədaləti düz danışmaq lazım. Ali Başkomandan olmasaydı, onun dəmir yumruğu olmasaydı, onun ağıllı siyasəti olmasaydı, biz kim idik? Ya bu torpağın sahibi idik. Bizi qiymə gənə qardaşlarımızı 90-cı ildə, 92-ci ildə doğradılar. İtlərə yedizdiler bizi de o cür, bu düşmanlar bize bu oynayacaqdı oyunu. Çünkü ağırlı siyaset, 6 dil, serbest danışan bir Ali Başkomandanımız, senin əskərin yargı başkomandan. Bir daha sizin adınızdan, bu gözəl Nuruzlu anamın karşısında mən Ali Başkomandan, sizin adınızdan baş əyirəm. Allah sizden razı olsun. Necə ki, 200'den artıq dövlətdə bayrağımızı ucaltmışsınız. Fərəhlə, namusla, qeyrətlə, şərəflə necə ki bizi tanıdırsınız. Bundan sonra da biz sizin əskəriniz olaraq sizin yanınıza. Bax bu yaşınızda sizə bir müraciət edəyəm, xahiş edəyəm, tam səmimi cavab verəcəm.
Bugün hansısa bir olay olarsa, torpaqlarımızı uğrunda şəhid olmuş qardaşlarımın qisasını bir daha almaq üçün siz ağsaqqal olaraq bu Ali Başkomandanın əmrinə tabi olub müharibəyə Bəli. qoşularsınızmı? Bəli, Tam səmimi ürəkdən səmimi, sizə. bəli. Allaha Bəli. and içirəm ki, əgər tam səmimi cavab verirsinizsə, Bəli. mən bir daha sizin qarşınızda başlayacağım. Çox sağ ol. Səmimi olaraq mən öz sözümü deməyə həmişə hazıram. Yəni biz vətənimizin, o cümlədən ya deyilən bu insanlardan qorunmaq üçün biz vətən uğrunda ölməyə gedə bilərik. Bəli, hər birimiz borcumuzdur. Yəni biz öz anaları, bacıları qorumaq üçün biz əsirgəməməliyik, o lazımdır. Məsələn, nə lazımsa biz orada olmalıyıq. Allah sizi qorusun. Allah sizi başımızdan əks eləməsin ata. Çox sağ olun. Analarımızın tərbiyəsi, analarımızın duası əski etməyin. Hər zaman biz yorulmayaq. Gecəmizi gündüzümüzə qata, balalarımızı, qardaşlarımızı dünyaya tanıdaq. Bu uğurda da bizim yanımızda olun. Siz də bizə dəstək olun. Şəhidlər ailəsi, şəhid bacı qardaşları, ən birinci şəhidin atası hər zaman bizimlə olun ki, biz daha çox çalışaq. Həmişə. Enerjini sizdən alar. Yəni Allah bizə öz enerji verir. devlətimizin Mən üç qorunmasında sıfqadı hər yatmıram. birimiz orada olmalıyıq. Hər birimiz. Allah sizdən razı Hər olsun birimiz baba. devlətimizi qorumaq bizim borcumuzdur. Ağcabədi rayonu şəhidlər qardaşım. Ağcabədi rayonunun şəhidlər qəhrəmanlar parkında gözəl bu müqəddəs torpaqdayıq. Maşallah olsun, maşallah olsun. Mən qürur hissi keçirəm ki, bu cür bizim xiyabanımız var və dövlətimizin Buna qurduğu görə də mənim oğlum əgər bu devləti istəməzsə, ana bacını qorumasaydı, polisdən özü ərizəsini verib çıxıb, işte 12 polisdə çalışır. Bəli, 12 il polisdə işləyir, sonra ərizə Salam verib, əleykum. döyüş Salam vaxtına avqustun 15-də yollandı döyüşə. eşq olsun Azərbaycan polisinə, eşq olsun Ali Başkomandan bütün əskərlərinə Vilayət Eyvazov. Sizə buradan minnətdarımı bildirirəm ki, belə tərbiyədə oğlanlar yetişdirmişsiniz, tərbiyə vermişsiniz. Hətta polis orqanından öz təhric olunub, gedib canını qurban verib vətənə, namus üstə, qeyrət üstə, şərəf üçün o canını fəda edir. Eşq olsun Azərbaycan əskərinə. Allah bütün cümlə əskər və zabitlərimizi qorusun. Hal-hazırda bizim üçün xidmətdədirlər ata. Bəli. Və polislərimizi də Allah qorusun ki, Bəli, bizim onları qorusun Allah. əsasımızı qoruyurlar, bizim yaxşı yaşamamız, çöldə heç bir problem olmasın deyən onlar bizi xidmətimizdədir. Hər bir Allah zaman sizdən razı onlar olsun. bizim keşiyimizdə durur, gecə gündüz yağışda, küləkdə, marozda olmana baxmayaraq onlar öz işlərini həmişə yerinə yetirən bir şəxslərdir. Yəni bir nömrəli olaraq bizim respublikanın daxili deyək, daxili qoşun kimi o hər bir gecə onlar gecə gündüz Keşikdə dururlar. Bəli. Biz də onlara belə arz edirlər ki, Allah Teala onların arxasında dursun. Amin. Həmişə onlar sağlam, Allah onları qorusun. sağlam Əsas olsunlar. Allah qorusun. Bəli, onlar olmasa, onlar bizim keşiyimizdə durmasa çox şey olar. Ona görə də Amin. biz onlara həmişə can sağlıq, uzun ömür, Amin. Allah belə də nazirimiz Vilayət Eyvazov ona da can sağlığı versin ki, Amin. elə işçiləri Vilayət Eyvazov nə qədər bu Bəli. millətə dəyər verdiyini hər birimiz bilirik. Bəli, Kimsə bəli. zəlləkə yaxa bilməz. Bəli, bəli. Mən şəhidin anasına söz verəcəm əziz dostlar. Azərbaycan xalqı Üç Qardaş proqramının daimi izləyicilər, şəhid Qazi Veteran ailəsinin adından Ali Başkomandan sizin anaların qarşısından baş əydiyini hər birimiz bilirik. Mən də onun adından baş əyirəm bir daha və Mehriban xanım Əliyeva, vitse-prezident, şəhidlərin anasının əlindən öpdüyünü, baş əydiyini hamımız bilirik, necə xidmətini də bilirik. Allah ondan razı olsun. Xahiş edirəm ana, özünüzü şəxsən təqdim edilsə cümlə Azərbaycan xalqı qoy sizi bir daha tanısın. Tanıyırlar, amma qoy daha tanısın, dünya Azərbaycanlar sizi tanısın. Buyurun. Biraz bərkdaş bakalım. Məmmədova Məlahət. Şəhid Cəmaləddin Məmmədovun anası. Ruhu şad olsun qardaşım. Çox sağ olun. Ana, Allah buyur, buyur. şəhidlərimizin hamısına rəhmət eləsin. Məqamı uca olsun ana. Məqamları Rəhmət uca sözü olsun, bizlərə, yerləri biz cənnət yetimlərə olsun. düşür. Onun hər birisinin yatdığı qurbanın məmuriyyəti. Qurban olun Bütün ana. şəhidlərimizin hamısına Allah rəhmət eləsin. Allah vətənimizi qorusun, torpağımızı qorusun, əskərlərimizi qorusun. Hal-hazırda bizim ekranda şəhid ailələri var, şəhidlərimizin dəyər verdiyi hər bir kəsə. Ailəsindən də Ailəsi, Bəli. həyat yoldaşı. Bəli. Əziz bacım, dəyərli bacım, namusuna canım qurban. Baş əyirəm sizin qarşınızda. Xahiş edirəm özünü saxlaya məlumat verin qardaşımı.
yoldaşı bizə əmanət qoyub getdi. Siz bacımızı, baş tacımız özünüzü təqdim edin. Alasıdır, oğludur, eləmi? Qadan alaram sənin. Başına dönüm, mənim gözəl qardaşım olur. Buyurun. Ağcabədi şəhidi Camaladin Məmmədov yoldaşı. Aynı xanım. Bəli. Bu günlərim yoldaşım 5 il ki yoxdur. Sizsizdir. Bəli. 5 il ki çox çətindir həqiqətən. Atasız uşaq böyütmək. Amma qürur hissi Bu keçirirsiniz də. anları yaşamaq həqiqətən çox çətindir. Amma buna baxmayaraq yenə də fəxr edirəm ki, mən Vətən yolunda, namus yolunda. El yolunda şəhid olmuşdur. Yəni Məqamı mən də uca olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən də 2 evladım var. Çalışdığım qədər onları elə böyüdəcəm ki, atalarına layiq Vətənpərvər. olsun. Bəli. Eşq olsun. Vətənimə, ellə onunla bağlı Oğul evlad olsun. yetişdirəcəm. Elədir, bəli. Eşq olsun Azərbaycan xanımları. Cümlə Azərbaycan xalqı, Azərbaycan türləri 60 milyon dünyada Azərbaycanlı yaşayır. Sizlərin adından gözəl nur üzlü bacımızın övladları qarşısında, Şəhid gözəl anasıdır. şəhid anası, sizlərin qarşısında bir vətən oğlu kimi və Ali Başkomandanın adından baş əyirəm. Bu baş qırılsın ki, sizlərin qarşısında baş əyilir. Canım analar. Xahiş edirəm canım ana. Qoy izninizlə bir dənə balamızı tanıtdıraq bir də. Buyur ata qurban. Mən Şəhid Camaladin Məmmədov, mən Şəhid Camaladin Məmmədovun oğlu Məmmədli Zülfikar. Bu gün atamın 37-ci yaşı tamam olur. Və atamla fəxr edirəm. Məqamı uca olsun gözüm qardaşım. Bax bil ki, sən də bil ki, cümlə 60 milyon Azərbaycanlı, dünyada türk soylu dövlətlər hamısı sizin qarşınızda, yanınızda və sizə baş əyməyən başlar deyirəm, qırılsın. O kəslər ki, şəhidinə dəyər vermir, Allah onların birbaşa bəlasını versin inşallah. Şəhid anası, sənə ürəyəm qurban. İcazənizlə əlinizdən mən öpüm xalqımızın adına yox. Sağ ol, sağ ol. Bu belə olmalıdır ana. İnsanlara bu cür qayğını bu cür göstərin. Nümunə bu cür olmalı ki, şəhidin anasının əlindən, şəhidin atasının əlindən, onun əzlərinin hamısı bizim canımızdır. Xahiş edirəm əziz ana, özünüz haqqında məlumat verin və adınızı təqdim edin xahiş edirəm. Qoy dünya Azərbaycanlıları sizi tanısın. Məmmədova xalqı Camaladinin həm bibisiyəm, həm də Abışov Əmrahın anasıyam. Şəhid Abışov Əmrahın. Bu günləri Camaladin ad gününə yaşmışıq. Allah Mevlüt ruhunu günü. şad eləsin. Amin. Bütün şəhidlərimizin yeri cənnət olsun. Amin. Dostlar, amin yazın xahiş edirəm cümləniz. Hamınız burada cümləniz amin yazın xahiş edirəm. Bizim əzizlərimiz, izləyicilərimiz. Canım ana, bax heç bir zaman çox xahiş edirəm canım ana. Bax bu göz yaşı qətiyyən olmaz. Siz fəxr etməlisiniz. Sizin oğlunuz hardadır? Cənnətdədir. Cənnət nədir? Allahın onlara göstərdiyi bir, necə deyirlər, o məkan, yəni ora düşməyə Allah bizi nəsib etsin ki, biz onların qulluğunda burada onlara sayğı göstərək ki, Allah bəlkə bizi də bu cənnətə düşməyə nəsib etdi. Çünki Allaha inananlar bilirsiniz, Allah təkdir, Allahdan başqa Allah yoxdur. Quran-ı Kərimdə bunun hamısı qeyd olunur. Şəhid ölmür, şəhid diridir. Heç bir zaman biz sizləri yaddan çıxartmağa haqqımız yoxdur. Və siz ailələrin, anaların, bacıların qarşısında cümlə Azərbaycan xalqı baş əyir. Mən bir daha baş əyirəm cümlənizin qarşısında. Namusumuza canım qurban, mənim oğlumun da, qardaşlarımın da canı siz analara, cümlə Azərbaycan xanımlarına qurban olsun. Sizin yolunuzda hər saniyə ölməyə hazıram. Bəni bu yolda qiymə doğrasalar da mən bu yoldan geri dönməyəcəm. Necə ki, mən 17 il Ukraynada dönmədim. Neçə dəfə suikastə uğradım, 40-dan artıq suikastə uğradım, amma Allah öldürməyən də öldürmür ata. Şəhid atası şəhid. Salam əleykum. Mənim gözəl ata. Nəfəsin qədər. Allah sizi qorusun. Maşını hər bir şəhidin atasının əlindən öpməyən vətəndaş, o vətəndaş deyil. Yox, bu deyil. Şəhid atası sizsiniz. Buyurun ata, səni qurban olun. Səni verən Allah'a qurban olun. Bu qardaşımı yəni şəkili terror əməliyyatında şəhid olmuşdur. Xahiş edirəm özünüzü təqdim edin ata. Mən də antiterror şəhidi Səfərov Mahirin atası. Malikin atası. Mahirin atası. Biraz bəhd danışır da bana, qoy xalqımız eşitir. Həm də bütün şəhidlərimizlə fəxr edirəm. Fəxr edirəm ki, Azərbaycanda elə oğullar var. Allah Teala hamısına rəhmət eləsin. Qazilərimizə can sağlığı. Amin Allah. Amin. Allah Teala şəhidlərin balalarına ömür versin. Onları uzatsın həmişə. Sənə deyirəm.
Allah sizden razı olsun ata. Bu cür oğullar yetiştirdiniz. Çətinliklə, zülümlə. Bir lokma yediniz. Giden şehidimizin. Bir saniye tutarız gedirik əziz atalar. Əziz millət, əziz xalqım. Bax bu gözəl nur üzlü atalarımız hansı çətinliklərlə övladlarını böyütdü. Bir qarnı aç, bir qarnı tox bu xalqı vətəni qorumaq üçün vətənə göndərdi. Allah ruhu qarşısında baş əyməyə hər zaman bizlərə nəsib etsin inşallah. Şəhid qardaş, sən də şəhid qardaş. Məzarı başında danışarıq. Heç nə, danışarıq, yəni bir də getdiyimiz yolda heç bekar qalmayaq, danışarıq. Allah bütün şəhidlərimizə rəhmət eylesin. Amin. Allah kömək